Salam, bugün sizə Batumidə satışda olan bir daşınmaz əmlakı göstərəcəyəm və dərhal deyim, bu reklam deyil, bəzədilmiş təqdimat deyil, hər şey necə var olaraq göstərirəm. Yerləşir Cəvahişvili küçəsində və bu mərtəbədə 9 ayrı mənzil var satışda olan. Hamısı qara karkaz vəziyyətindədir. Əgər siz hazır gir yaşa mənzil axtarırsınızsa, bu sizlik deyil. Amma özünüz təmir edib investisiya kimi baxırsınızsa, bu yaxşı potensialdır. Mənzillər ayrı-ayrılıqda da, bütün mərtəbə şəklində də almaq olar. Sadəcə dürüst şəkildə göstərmək istəyirəm, bəlkə kimin üçünsə uyğun olar. Bina şəhər mərkəzində deyil, amma çox uzaqda deyil. Dənizə piyada təxminən 20-25 dəqiqə yol var. Ətraf sakit yaşayış zonasıdır. Turist axını yoxdur. Restoranlar və ticarət mərkəzləri burada deyil. Amma marketlər, apteklər və dayanacaqlar yaxınlıqda var. Yəni bu yer idealdır deməzdim, amma yaşamaq və uzun müddətli icarə üçün əlverişlidir. Bina yeni tikilidir, giriş səliqəlidir. Bir lift var bütün bina üçün. Bu nəzərə alınmalı olan bir məqamdır. Məsələn, əgər kimsə binadan köçmək istəsə və çantalarını liftə yığdığı zaman bu sizi 3-5 dəqiqə gözlədə bilər. Rəsmi parking yoxdur. Avtomobil küçənin kənarında park edirlər. Bəzən çətinlik yarana bilər. Amma ümumilikdə bina təmizdir, sakitdir, qonşular binada uzun müddətli yaşayan və mehribandırlar. Mənzillər hamısı qara karkaz vəziyyətindədir, yəni təmir olunmayıb. Su, işıq, kanalizasiya çəkilib, pəncərələr və giriş qapıları qoyulub. Təmir tamamilə sizin zövqünüzə uyğun olacaq. İstədiyiniz kimi edirsiniz. Pəncərələr plastikdir, mənzərələr şəhərə, dağlara baxır, bəzilərindən də dəniz görünür. Yüksək mərtəbədir, işıqlıdır və sakitdir. 66-70 kvadrat sahəsində 5 dənə 2 otaqlı mənzildir. 75-78 kvadrat mənzillər, 2+1, 4 mənzil var. Bu mənzillər və ya mərtəbə məncə uyğundur. İnvestorlar üçün, kim ki təmir edib icarəyə vermək və ya satmaq istəyir, ailələr üçün öz evini sıfırdan qurmaq istəyənlərə və yaxud biznes ideyası olanlara, gündəlik icarə, ofis, studiya və s. Bu ideal variant deyil, amma qiymət baxımından da normaldır. Bəzən sual yaranır. Bütün mərtəbəni almağın mənası nədir? Niyə insanlar bir yox, birdən-birə 5, 6 və ya 9 mənzil almağı düşünsün? Əslində bu hər kəsə uyğun deyil, amma düzgün məqsəd varsa, bu praktik və maraqlı bir addım ola bilər. Məsələn, kimsə hamısını təmir edib icarəyə vermək istəyir. Bu zaman mərtəbədə kim yaşayacaq, necə istifadə olunacaq, sənin nəzarətində olur. Sakitlik, təmizlik, hamısı da asan idarə olunur. Bəzilər üçün bu ailə və ya dostlarla birgə yaşamaq üçündür. Hamı eyni mərtəbədədir, amma hər kəsin ayrıca mənzili var. Bəli, bu variant böyük məbləğ tələb edir, amma əgər planlı yanaşılırsa, bu sadəcə bir mənzil deyil, hazır layihə ola bilər. Əsas odur ki, bu qərarı emosiyalarla yox, planla verəsiniz. Sənədlərlə bağlı hər şey qaydasındadır. Bütün 9 mənzilin ayrı çıxarışı kadastr kodu var. İstər ayrı-ayrı, istərsə də bütün mərtəbə olaraq almaq mümkündür. Rəsmi qeydiyyat normal qaydada aparılır. Əgər siz uzaqda olsanız, onlayn qaydada da təşkil etmək olar. Bütün mərtəbəni alanlara endirim nəzərdə tutula bilər. Əgər maraqlanırsınızsa, yazın, gəlin baxın, hər şeyi əyani şəkildə göstərəcəyim. Əgər maraqlı deyilsə, eybi yox, izlədiyiniz üçün təşəkkürlər edirəm, uğurlar və düzgün qərarlar arzulayırım.